Bəli, Çinarə, vurğuladığın kimi ötən bir neçə gün ərzində ölkə ərazisində intensiv şəkildə yağıntılı hava şəraiti müşahidə olundu. Bəzi ərazilərdə hətta son 38 ilin ən çox yağıntı miqdarı qeydə alındı və bunun bir fəsadı olmalıydı. Bəzi tunelləri hətta su bastı, bəzi evləri su bastı və insanlar köməksiz vəziyyətdə qaldı. Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə qrupları eyni zamanda digər bölmələri məhz bu işə cəlb olundu. Köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində işlər görüldü və artıq say da açıqlanıb. Son əldə etdiyimiz informasiyaya görə, yəni hazırki rəqəmə görə bu ana qədər əsasən 278 nəfər təhlükəsiz şəkildə xilas edilib. Ötən bir neçə günün törətdiyi ciddi fəsadların aradan qaldırılması istiqamətində işlər də hazırda davam edir. Bəzi istiqamətlər var ki, orada avtomobillər və insanların evləri hələ də su altında qalmış vəziyyətdədir və onların yəni təmizlənməsi, suların aradan qaldırılması istiqamətində işlər də görülür və dediyimiz kimi 278 nəfər təhlükəsiz formada xilas edilib. Paytaxt Bakıda, eyni zamanda sənaye şəhəri Sumqayıtda və paralel olaraq Abşeron yarımadasında, Abşeron rayonunun müxtəlif ərazilərində, qəsəbələrində, kəndlərində köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi istiqamətində işlər görülür və hələ də bu işlər davam etdirilməkdədir və dediyimiz kimi 278 nəfər xilas edilib. Onlardan da həmin şəxslərin aralarında təbii ki, azyaşlılar da olub. Onunla bağlı rəqəmlər də var. Ümumilikdə 40-dan çox uşağın, azyaşlının köməksiz vəziyyətdə qalan şəxsin xilas edilməsi istiqamətində işlər də görülüb. Həmin şəxslər də xilas edilib təhlükəsiz bir formada və kiçik gəmilərə nəzarət bölmələri, xüsusi riskli yanğından mühafizə xidməti, eyni zamanda digər bölmələrdə Fövqəladə Hallar Nazirliyinin bu bölmələri də həmin şəxslərin eyni zamanda əmlaka dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər görür və təbii ki, bu rəqəm yenilənir. İndiki məqamda bilirik ki, düzdür, indiki məqamda yağış dayanıb, yağmursuz da hava şəraiti, amma buna baxmayaraq bir neçə günün törətdiyi ciddi nəticələr hələ də bir sıra istiqamətlərdə müşahidə edilir və bu baxımdan da həmin dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər də indiki məqamda davam etdirilir və ümumilikdə 300-ə yaxın şəxs təhlükəsiz formada təxliyə edilib. Aralarında da 40-dan çoxu uşaq olub, azyaşlı olub ki, onlara da zəruri ilkin yardımlar göstərilib. Əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatı bizə ötürdüyünə görə.